Frontenddə başlayırıq. Frontend nədir? Frontend sizin UI-da, yəni ekranda gördüyünüz veb səhifənin hər şeyidir. Yəni istifadəçi tərəfindən nə görülürsə, onlar frontend tərəfindən, yəni frontend developer tərəfindən yazılır və yaradılır. Məsələn, sayta girəndə gördüyünüz düymələrdir, şəkillərdir, formlar, animasiyalar, mətnlər, bunların hamısını biz front, yəni adından da məlum olduğu kimi, yəni ön tərəf. Necə ki, backend arxa bütün dataların sisteminə biz öyrəndik, orada dataların idarə olunması, göndərilməsi. Burada da biz front vasitəsilə, yəni backendin əlaqəsi olacaq ki, front datanı çəkəcək və onu UI-da göstərəcək. Frontu bilmək üçün təbii ki, ümumiyyətlə ilk əsas 3 texnologiya var ki, onları biz öyrənməliyik əvvəlcə. Bunlardan birincisi HTML-dir. Sonra CSS öyrənəcəyik və sonra JavaScript və davamlı olaraq da müxtəlif framework və kitabxanalar gəlir. Amma HTML-dən başlayaraq, ümumiyyətlə birinci HTML-dən başlayırıq və HTML nədir sualısından? Deməli, HTML ümumiyyətcə nədir? Bunun açılışı Hypertext Markup Language. Deməli, burada Hypertext Markup Language o deməkdir. Ümumiyyətlə HTML proqramlaşdırma dili deyil. Yəni JavaScript, Java. Buyurun. Heç bir şey, mənim fikrim var. Mikrofonu bağlayın, zəhmət mənim səsim özümə də gəlir. Deməli, HTML ümumiyyətlə Hypertext Markup Language deməkdir. Və bu mənası nədir? Text. Mən ümumiyyətlə hər şeyi vizual olaraq göstərərək izah eləməyə çalışıram ki, tələbənin də yadında qalsın. Bizdə hipermətnlərin işarələmə dilidir ümumiyyətlə. Yəni HTML-in açılışı hipermətnlərin işarələmə dilidir. Yəni dil olaraq proqramlaşdırma dili getmir. Sadəcə olaraq HTML bizə imkan verir ki, biz yaradacağımız aplikasiyanın, veb səhifənin strukturunu qura bilək. Və biz bu strukturları təbii ki, HTML-də nə ilə qururuq? HTML elementləri ilə qururuq. HTML elementləri özü bu, məsəl üçün, bizim bir buton elementimizdir. Hansı ki, HTML elementi nəzərdə tutanda, yəni mən sizə sual verəndə ki, HTML elementi nədir? HTML elementi təqlər və onun arasında olan kontentdir. İndi mən təqlər haqqında, yəni bütün təqlər haqqında məlumat verəcəm ki, hansı bizə nəyə görə lazımdır. Ümumiyyətlə, HTML elementi bizim təqlərimiz və təqlər də açılış və bağlanış təqlərindən ibarət olur və ortasında, yəni içərisində yazdığımız kontentdən ibarətdir. Məsələn, burada bu vizual olaraq göstərilir ki, bizim P təqimiz var. P təqi də paragrafdır. Yəni, hər hansı bir mətni yazıb UI-da göstərmək istəyiriksə, biz P təqi arasında yazırıq və içərisindəki kontentimizi. Təqlər sadəcə olaraq brauzer tərəfindən oxunur, yəni UI-da biz heç bir təq görmürük. Sadəcə olaraq onun içərisindəki mətnləri görə bilirik. Və bizdə ümumiyyətlə HTML faylı deyəndə birinci VS Code-da biz necə ki bir folder yaradırıq. Bunu sıfırdan izah edeyim sizə. Siz VS Code-da ümumiyyətlə nəsə yazmısınız bu hissəni. HTML ilə bağlı deyirsiniz də VS Code-u. Bəli. Yox, HTML ilə bağlı heç bir şey yazmamışam. Əsasən kiber təhlükəsizliklə bağlı Python strukturunda işləmişəm. Onda olaraq bir folderlərimi bağlayım. Deməli, biz bir dənə folder yaradırıq. Ekran paylaşmısınız? Bizə dəqiq ekran paylaşın. Yox, sadəcə soruşdum. Dedim, bəlkə paylaşmırsınız, ona görə mən görmürdüm.
Bir dəqiqə. İndi görünür sizdə ekranım. Bəli, bəli. Hə, okey. Deməli, onda siz bayaqki hissəni görməmisiniz. Bir dəqiqə. HTML açılışı ümumiyyətlə bu HTML, yəni Hypertext Markup Language deməkdir. Hipermətnlərin işarələmə dilidir. Və biz HTML-i nə üçün istifadə edirik? Bir web səhifənin və yaxud da yaradacağımız aplikasiya da ola bilər. Onun strukturunu qurmaq üçün. Və strukturunu qurarkən bizdə təbii ki, HTML elementlərindən istifadə edəcəyik və HTML elementi deyəndə təqlər və onun daxilindəki content, yəni bu nəzərdə tutulur. Burada bizdə P təqimiz var. Bu açılış və bağlanış təqlərindən ibarət olur və daxilində isə bizim contentimizdir. Və bu fərqli təqlər arasında, yəni tək söhbət P təqindən getmir. Hər bir təqi onsuz da öyrənəcəyik. Bunun özü də bir elementdir. Burada A təqidir və bizim gedəcəyimiz səhifəni göstərir. Və hər birinin təbii ki, məntiqini, istifadə qaydasını bir-bir keçdikcə izah edəcəm. Və mən sizə deməli göstərmək istəyirdim ki, ekranda bir dənə folder yaradırıq. Məsəl üçün, başlayarkən də prosesə bunun adını dəyişim. HTML lesson qoyaq. Okey. Folder yaratdıqdan sonra biz də VS Code-u açırıq. Visual Studio Code. Yəni tam sıfırdan açıb göstərəcəm ki sizə. Burada Open Folder var. Open Folder ilə mən gəlib həmin yaratdığım fayl folderi tapıram, papqanı. Bəli. Deməli. Bizim burada hal-hazırda əslində folderimiz açıldı. Sadəcə olaraq biz HTML yazarkən qəbul olunan normativə əsasən index.html yazırıq. Və bizim yazdığımız, yəni bunun adını istənilən ad qoya bilərsiniz əslində. Məsəl üçün, HTML lesson .html. Əsas bizim diqqət yetirəcəyimiz məqam ondan ibarətdir ki, sonluğu .html ilə qurtarmalıdır. Çünki o, browser başa düşməlidir və VS Code da başa düşməlidir ki, bu HTML faylıdır. Yəni bizdə struktur olacaq. Əvvəllər biz bunun içərisini, yəni əlimizlə doldururduq. Sadəcə o indi nida yazdıqda artıq belə bir struktur verilir bizə. Və biz enteri klik eləyəndən sonra artıq bizim minimal HTML strukturumuz qurulmuş olur. Burada indi mən izah edəcəm ki, bir-bir nədir ümumiyyətcə. Birinci HTML faylının yaradılmasını gördük. İkinci isə onun strukturu necədir? Deməli, birinci görürsünüz ki, doctype yazıbdır. Yəni, bu nəyə görə? Bunların hər biri təqlərdir. Böyüdür, kiçikdir işarələri arasında təqlərdir. Məsələn, HTML də təqdir, head təqdir, metadır, title'dır, head, body. Bunların hamısı təqdir. Və biz bu təq browserə deyir ki, bu bir HTML elementidir. Yəni, mənim içərisində nə yazmışamsa, onu sən UI-da göstərib istifadə edə bilərsən. Və strukturu tamamilə, yəni bu təqlər vasitəsilə quracaq. Bu və ya başqaları. Doctype HTML məntiqi nədir? Doctype HTML o deməkdir ki, yəni sənin dokumentinin, sənədinin tipi HTML-dir. Bu birinci browsera onu bildirir. İkinci isə təbii ki, HTML təqləri arasında gəlir. Yəni biz HTML faylı yazırıqsa, onu sanki bir HTML təqlərinin arasında bükülmüş kimi bağlanış və açılış və bağlanış təqi var. Bu lang atributlardır. Bizim təqlər içərisində yazacağımız atributlar olacaq. Hansı ki, o atributlar vasitəsilə biz HTML elementlərinə, HTML təqlərinə fərqli bir xüsusiyyət verə bilirik. Fərqli bir xüsusiyyət qazandıra biləcəyik. Məsəl üçün, burada HTML lang
dilin ingiliscə olduğunu bildirir. Təbii ki, biz Azərbaycan dili hərfləri də istifadə edə bilirik. Sadəcə olaraq, yəni prinsip olaraq, məntiq olaraq strukturu belə gəlir. HTML lang N. Yəni yazılmaya da bilər. Onsuz da biz gələcəkdə böyük proyektlər yazanda bu hissə, yəni belə sadə olmayacaq. Təbii ki, meta təqlərini də içərisini dolduracağıq. Title, burada başqa fayllarla əlaqələndirmə, hamısı HTML üzərindən olacaq onsuz da. Burada dedik ki, HTML bizim təqlərimizin hamısını büktü içərisinə. Sonra gəlir, HTML özü də iki yerə bölünür. Head və body hissəsi. Head hissədə bizdə təbii ki, olacaq head baş hissə deməkdir və burada yazılan dokumentdən başqa, bu title'dan başqa, burada yazılan heç nəyi biz UI-da görmürük əslində. Burada meta təqlərini yazırıq. Meta təqlərini mən qısaca deyim, növbəti dərslərdə də yəni onsuz da ətraflı izah olacaq. Meta təqləri SEO yəni Search Engine Optimization. Yəni biz Google-da axtarış edəndə bizim səhifəmizin, yazdığımız veb səhifənin adının irəli çıxması, yəni tez çıxması, axtarışlar daxilində olması, bunların hamısını Google arama motorlarının çıxması üçün meta təqləri vasitəsilə eləyəcəyik. Meta bizim səhifəmiz haqqında məlumatlardır ümumiyyətcə. Burada meta charset var. Yenə deyirəm, charset görürsünüzsə, yəni atributların yazılma qaydası, atributun adıdır, bərabər qoyulur və dırnaq içərisinə nə əlavə eləmək istəyiriksə onları yazacağıq. Və charset karakter setləri deməkdir. Hal-hazırda biz UTF-8-dən istifadə edirik. UTF-8 bizim istifadə elədiyimiz karakterlər var. Bir kodlardır, məsələn. UTF-16 da var, amma biz hal-hazırda ancaq UTF-8-dən istifadə edirik. Bu prinsip olaraq, yəni öncədən yazılmış, HTML-in strukturunda öncədən yazılıbdır. Artıq buna əlavə ISO dəyərləri yazmağı, başqa bir spesifik qaydalar əlavə eləmək istəyiriksə, onu artıq növbəti dərslərdə, növbəti izahlarda verəcəm. Sadəcə olaraq, yəni UTF charset karakter setləri deməkdir. Yəni tələbə hər bir yazdığı hər bir sətrin mənasını bilməlidir. Burada meta name viewport var. Viewport, yəni səhifəmizin müxtəlif ekranlarda görülməsi. Çünki biz veb səhifələri yazanda artıq əvvəllər notebooklar üzərindən, laptoplar görə yazılırdısa, yəni böyük ekranlar. Sonradan artıq müxtəlif ekranlar, tabletlər, telefonlar olduğuna görə, yəni gördüyünüz kimi bütün veb səhifələrin artıq mobil versiyalarında, tablet versiyalarında yazırlar. Bu meta name viewport content, yəni bizim ekranımızın, yazdığımız veb səhifənin mobildə də oxuna bilirliyini təmin edəcək. Document nədir? Title. Burada istədiyiniz sözü yaza bilərsiniz. Yəni səhifənizin adı nədirsə, onu yazırıq burada. Yəni title olaraq mən səhifəmin adını, hansı ki bu title bizə göstərəcəm. Və biz əgər yazdığımız kodu görmək istəyiriksə, sizdə belə go live hissəsi olacaq. Bu title bizə buradakı adı bildirir. Baxın, mən üzərinə gəldim, ekranda dokument yazıldı. Onu indi adını dəyişsəm, adını dəyişdikdə bizim veb səhifəmizin adı da HTML lesson olaraq dəyişir. Yəni title bizim səhifəmizin adını bildirir. Bu bizim head hissəsidir. Hələ ki head daxilində belə kiçik kodlar üzərindən gedirik. Sonra body. Body nədir? Body artıq bizim səhifədə yaza biləcəyimiz bütün təqlər hamısını bunun içərisində yazacağıq biz. Yəni paragraf olsun, div olsun, A təqi, bunların hamısı, yəni biz artıq bütün işimizi demək olar ki
body üzərindən görəcəyik. İndi yavaş-yavaş mən təqlər üzərində nümunələrdən göstərmək istəyirəm. Deməli, burada. Body üzərindən başlayaq yazmağa. Birinci bizim başlıq təqlərimiz var. Başlıq təqləri H hərfi ilə işarə olunur və bizdə səhifədə nəyi mətnlərin və yaxud da ki, səhifəmizin deyəndə, yəni sectionun, bölmənin adını böyük hərflərlə daha nəzərə çarpan yazmaq istəyiriksə, təbii ki, başlıqlardan istifadə edəcəyik. Bu başlıqlar birinci H1-dən başlayır. Deməli, bunun adına yazaq HTML. Ekranımı görsənir yaxşı. H2. Bəli, görürəm. Bunların həm də fərqini göstərəcəm ki, yəni niyə lazımdır. 6. Deməli. Bu bizim başlıq təqlərimizdir. H elə header sözündən götürülüb ona görə. Və burada ən böyük olan H1-dir. Yəni, baxmayaraq ki, H6 yazıb, ən kiçik ölçüdə, font sayzına görə ən kiçik ölçüdə olan H6 olacaq. Deməli, bir web səhifədə yalnız bir dənə H1 yazırıq, hansı ki, ən vacib hissə hansıdırsa, o da bizim web səhifənin hero sectionu olur. Hero section, yəni bizi qarşılayan, biz səhifəyə daxil olanda qarşılayan hissə hansıdırsa, orada bir dənə H1 yazırıq. Bu H1 SEO-da da önəmi daşıyır. Çünki Google axtarış motoru tək web səhifənin adına görə yox, onun içərisinin kontentinə görə də axtarış edir təbii ki. Deməli, H1 bunları yazdıq. İndi bunun biz UI hissəsinə baxaq. Baxın, burada görsənir, düzdür? Bu bizim H1-imizdir. Ən böyük font sayzı ölçüdədir və getdikcə kiçik olur. Yenə deyirəm, H1-i bir dəfə yazırıq və digərlərini isə neçə dəfə istəyiriksə istifadə edə bilərik. Yəni, bu həm də ki, accessibility deyilən bir anlayış var, əlçatanlıq. Yəni ki, ekran oxuyucular var, biz onları browser tərəfindən ekran oxuyucular var, hansı ki, screen readerlər gedir. Onlar bu başlıqlara görə səhifəni daha yaxşı oxuyurlar və biz Google-da hansısa bir axtarış edəndə, deyir ki, burada belə bir başlıq var idi, HTML. Bu səhifə ona aiddir və axtarış hissəsinə də bizim səhifəmizin adını gətirib yazırlar. Və yazanda da struktura fikir vermək lazımdır. Məsələn, əgər artıq siz H2-yə keçmişsinizsə, H2-dən sonra H1 yazmaq olmaz. Ya H4-ü yazmışsınızsa, H4-dən sonra H4-ü nə vaxt yazırsınız? Daha kiçik mətnlər olur, onda istifadə olunur. Ən çox bu ilk üçündən istifadə edirik. Onsuz da biz gələcəkdə CSS vasitəsilə müxtəlif ölçü və dizayn verəcəyimizə görə sadəcə onu anlayın ki, yəni H1 ən önəmlidir və SEO-da önəm daşıyır. SEO Search Engine Optimization. SEO-nu heç kəs ilk dərsdən demir, amma ki, sizin yazacağınız web səhifə gələcəkdə, məsəl üçün, bu bizim SEO-dur. SEO-da nədir? Web saytdır, analizi gedir, kontentinə baxılır, backlinklərdir, keywordlərdir, sosial media hissələri olmalıdır və optimizasiyasına. Sonra, bu bizim başlıq təqimizdir. Daha sonra bizdə P təqimiz var, hansı ki, biz içərisində mətnləri yazırıq. İndi biz
digər təqlərimizi izah edəcəm. Təqini izah edək. Bu bir mətindir. Bu P'dir. Bir dənə də P yazacağım. Lorem. Deməli, bu hissəni başa düşdünüz. Biz necə keçid elədik UI hissəyə. Burada Google Go Live hissəsi var. Ona klik eləyəndə artıq bizim Chrome'da açılır səhifəmiz. Aydındır müəllim, mən istifadə eləmişəm Go-Live-də. Hə, Go-Live, hə. Okey, bu bizim mətinimizdir. Mətinləri necə görsənir, bunu görürük. Bu, gördüyünüz kimi P təqi bizdə mətinləri yazmaq üçündür. İlk dərslər belə rəngsiz olduğuna görə, dizayn olmadığına görə maraqsız ola bilər, amma növbəti dərslərimiz hamısı HTML-də yazacağımız strukturlar üzərindən gedəcək onsuz da. Bu bizim P, yəni paragraf təqidir. Təqləri də öz adı və məntiqi ilə öyrənsəz, yadınızda saxlasaz, sizin üçün rahat olacaq. Sonra bizdə deməli header var. Bunları bir-bir yazacağım, sonra izah edəcəm. Deməli, nav var. Nav. Bunlar semantik təqlərdir. Semantik anlayışı var. Semantik təqlər nədir? Xüsusi bir mənası olan təqlərə semantik təqlər deyilir. Və səhifəni yazarkən biz ən çox istifadə eləməliyik, semantik təqlərə diqqət yetirməliyik. Çünki hər yerdə div, indi divi də izah edəcəm. Hər yerdə div yazsaq, artıq brauzer onu başa düşmür ki, bu səhifənin başlanğıcıdırmı, bu səhifənin ayaq hissəsidir, yəni footer hissəsidir, main hissəsidir, əsas hissəsidir. Ona görə biz çalışmalıyıq ki, indidən əlimizi öyrəşdirək semantik yazılış tərzinə. İzah edeyim bunların hamısını. Deməli, aside var. Dərs izah eləyəndə Copilot-da bağlayıram. Çünki tələbələr məndən bilmirəm, hazır kod üzərindən yox, yazaraq izah eləməyimi istəyir. Sizdə bilmirəm necə olursa, yəni ona uyğunlaşa bilərik. Yazar izah daha yaxşıdır. Çünki mənim yəni HTML ilə bağlı çox cüzi bir anlayışım var. Hə, okey. Hə, ona görə də mən çalışıram ki, yəni Copilot-a bağlayım, yəni AI-dan istifadə eləməyim. Deməli, header hissədə bizim səhifənin başlanğıc hissəsi olur. Bunların hamısını, bunların içərisində nə yazsam da onsuz da bir önəmi yoxdur. Sadəcə bunların məntiqini izah eləməliyəm mən sizə. Header səhifənin başlanğıc hissəsidir. Navbardır. Bizim o menyularda gördüyünüz hissə var. Sizə hətta bir web səhifə üzərindən də izah eləmək istəyirəm. Bir dəqiqə. Burada mənim var idi. Onların hamısını silməliyim. Şimdi, hə. Bu, məsəl üçün, bir coffee shop'un web səhifəsidir. Burada görürsünüz, navbar hissəsi var. Yəni, menyu hissəsi. Bizim daxil olduğumuz. Biz bunların hamısını nav təqləri arasında yazacağıq. Ki, başa düşülsün ki, bu artıq bir menyu hissəsidir və naviqasiya sistemi oradan başlayır. Main isə səhifənin yazacağımız hər şeyi, yəni əsas hissəsidir ki, artıq biz header yazdıq, navı yazdıq və onun daxilində main hissəmiz olur ki, bütün səhifənin digər qalan hissələridir. Bu digər qalan hissələrinin hamısını main ilə yazırıq biz. Section səhifədə biz hər bir hissəni kod yazarkən qarışıqlıq düşməsin deyə müəyyən hissələrə, seksiyalara ayırırıq. Yəni ona görə adı section gedir ki, yəni hissələrə ayrılıb və bu səhifə bilinir ki, məsəl üçün bu səhifə hero section'dır.
müştərini qarşılayan. Bayaq dediyimiz A1 hissə, H1 hissəsi budur ki, hansı ki biz müştərini, useri, istifadəçini qarşılayan hissədə H1-dən istifadə olunur ki, artıq mən Google-da axtarış edərkən bu söz də bizə elə bil ki, açar söz kimi rol oynayır. Bu bizim hero sectionımızdır, bizi qarşılayır. Daha sonra artıq bizim fərqli bölmələrimiz olur ki, bunların hər birini fərqli sectionlar arasında yazacağıq biz bunları. Section məntiqi də oradan gəlir. Article nədir? Article xüsusi bir məqalə yazmaq istəyiriksə və yaxud da heç məqalə olmasın, biz P təqi yox, article istifadə edə bilərik yazacağımız mətnlər üçün. Aside yan menyudur. Məndə hal-hazırda burada yan menyu yoxdur. Web səhifədə yan menyular olur. Kontakta girim, izah edin. Deməli, baxın, burada menyu var. Görürsünüz yan hissədə. Bu aside daxilində yazılır. Ümumiyyətlə, səhifənin yan tərəfində, sağında, solunda nə yazmaq istəyiriksə, aside təqlər arasında yazacağıq. Və nəhayət footer hissəmiz var. Footer hissə isə səhifənin ən aşağı hissəsidir ki, hansı ki həmin hissədə biz artıq səhifə haqqında, səhifənin öz daxili hissələri və sosial şəbəkələr, əlaqə vasitələri bunları yazırıq və kimin səhifəsidir, müştəri hüquqları qorunur. Bu bizim footer hissəmizdir. Footer da ayaq hissəsidir. Yenə deyirəm, təqləri adı üzərindən öyrənsəz sizə daha rahat olacaq. Bu bizim semantik qaydalar. Yəni səhifəmizin skeletini biz bu təqlər vasitəsilə qururuq. Təbii ki, təqlərimiz bununla bitmir. Bizim həqiqətən çox təqlərimiz var. Məsəl üçün, bizim burada mətnimiz var, bir dənə strong təqimiz var. Strong təqi vacib. Bizim yazdığımız mətni daha qalın edir və buna uyğun olan digər bir dənə də təqimiz var, M. Bunun da məntiqi əslində eynidir. İndi vizual olaraq göstərim sizə. Deməli, bunun məntiqi necə işləyir? Əvvəllər dizayn olmadığına görə, ilk yarananda, HTML yarananda dizayn olmadığına görə onlar kiçik fərqlənmələr etsinlər deyə belə bir təqləri var idi. Məsələn, strong hərfi qalınlaşdırır. Burada görürsünüz, hərfi daha qalın edir. M təqi isə hərfi italik, yəni yana əyilərək yazır. Təbii ki, biz bunların hamısını sonradan artıq CSS vasitəsilə eləyəcəyik. Sadəcə olaraq burada strong təqinin önəmi var. Nəyə görə? Strong təqi də bizdə semantik qaydalara riayət elədiyinə görə bu da semantik təqlər arasında gedir. Semantik təq nədir? Xüsusi önəmi olan təqlərdir. Bu M təqini bildik. Sonra bizdə span təqi var. Bir dənə div təqi var. Onu izah edeyim. Divi hər yerdə görəcəksiniz bundan sonra. Bu divdir. Div təqi divide sözündən, bölünmək sözündən götürülübdür. Yəni, divin içərisində mətn, şəkil, video, istədiyiniz hər şeyi yaza bilərsiniz. Sadəcə olaraq elə bil ki, div təqi neyinir? Özü üçün bir yer ayırır ki, orada istədiyimiz kontenti yaza bilək. Div təqi. Sonra. Bununla eyni məntiqdə işləyən bir span təqimiz var. Bu da div kimi işləyir. Özü üçün bir yer ayırır. Daha çox div istifadə edirik. Spanı xüsusi anlarda istifadə edə bilərik. Bu necə? Məsələn, bir də ki, təqləri bir-birinin daxilində də yazmaq olur. Məsəl üçün, bu bir təqdir yazmışam, düzdürmü? Bunun içərisində bir span açıb mən, span sözünü düz yazım.
Span açıb, bu xüsusi bir mətndə yazıram. Vizual olaraq heç nə görmürük əslində. Bu xüsusi bir mətndir. Ara qoymadım. Burada ara qoy. Hə. Bu xüsusi bir mətndir. Yəni vizual olaraq biz heç nə görmürük. Sadəcə o bunun prinsipi nədir? Mən bunu niyə yazdım? Bəzən bir mətn arasında ya bir cümlə içərisində bir sözü fərqli rəngdə yazılır. Yəni dizaynlarda bəlkə qarşımıza çıxmış ola bilər. Fərqli rəngdə yazmaq üçün mən gələcəkdə bu spandan istifadə edərək ona xüsusi bir dizayn verə biləcəm. Yəni mən P təqindəki digər sözlərə dəymədən sadəcə o xüsusi sözünün rəngini dəyişə biləcəm. Span oradan elə bil ki, mənim üçün ayırır. Növbəti təqlərimizdən image təqimiz var. Image təqi şəkillər üçündür. Şəkillərin indi əlavə olunmasını mən izah edəcəm. Həm brauzerdən necə götürürük, həm də ki, belə. Bir də ki, öz-özünə bağlanan təqlər də var. Məsələn, bunlar həm açılıb, həm bağlanan təqlərdir. Görürsünüz ki, burada açılış təqi var. Buna opening təq deyilir. Bu da closing təqdir, bağlanış təqidir. Amma şəkil təqi isə bizdə sadəcə olaraq özü açılıb bağlanandır. Self-closing gedir burada. Image təqi və burada görürük ki, image təqinin atributları var. Hansı ki, bu atributlarda CRC yazdığımız source isə bizə şəklin hardan gəldiyini. Şəkli mən indi burada yükləyib göstərəcəm və brauzerdən də göstərəcəm. Alt təqi nəyi bildirir? Alt atributu nəyi bildirir? Alt atributu odur ki, gələcəkdə ola bilər ki, web səhifədə dəyişiklik olsun və bizim şəklimiz silinsin. Və yaxud da ki, mən brauzerdən şəkli çəkib gətirmişəmsə, link vasitəsilə çəkib gətirmişəmsə, onu ola bilər ki, Google'un öz siyahısından həmin şəkil silinsin, tapılmasın. İndi biz burada bir dənə şəkil yükləyəcəm mən. Məsəl üçün. Başqa şəkil gətir. Deməli, şəkili yükləyirik. Link gəldi bizə dəqiqə. Elə birbaşa HTML-in içərisinə atacağım. Bayaqki dərsim var. Yükləyəndə çalışın birbaşa elə fayla yükləyin ki, sonra sizdə problem olmasın. Link olaraq getdi bu. Bu link olaraq getdi. Mən bunu istəmədim. Deməli, image eləyək. Orada şəkil link olaraq getdi. Mənə JPEG lazımdır. Şəkillərin formatına da fikir verək. Deməli, JPEG faylım indi açaq baxaq görək orada yükləndi mi? Hə. Şəkli bu linkdə buna fikir verməyin. Bunu siləcəm onsuz da. Source kodu. Deməli, bizim belə bir şəklimiz var və biz istəyirik ki, bunu HTML strukturumuzda göstərək. Bunu necə göstərik? Source eləyəndə artıq burada şəklin adını yazıram mən. Adını yazanda bu şəkil bura gəlir. Və burada da təbii ki, BMW kardır. BMW kar. Hə. Və şəkli buradan yüklədik. Keçid edirik bura. Deməli, bizim bu şəklimizdir, düzdürmü? Açıldı burada. Məntiq nədən ibarətdir? Əgər eyni fayl içərisindədirsə bu şəkil, biz bunu sadəcə olaraq şəklin adını yazaraq source hissəsinə, yəni burada necədirsə, onu da belə. Hətta bunun üzərinə gəlib, bu olmalıydı deyəsəm. Okay. Hə. Şəklin üzərinə gəlib, copy relative path var. Onu da yazanda, onu da source içərisində yazırıq. Mən burada nəyi göstərmək istəyirəm? Ümumiyyətlə, folder fayl yaratma məntiqi burada fayl yaradırıq. Bu isə folder, papka yaratmaqdır. Məsələn, bir dənə images, şəkillər faylı yaradıram burada.
Və bu şəkli də aparıb içərisinə qoyuram. Okay. Aparıb içərisinə qoyanda artıq mənim şəklim açılmır, görürsünüz. Çünki pəs yolu düzgün deyil deyə o gedib bu şəkli tapa bilmir. Və burada göstərmək istədiyim digər bir nüans odur ki, BMW kart çıxdı. Yəni bayaq dediyim kimi, şəklinin yolu düz deyilsə, başqa bir yerdədirsə, silinibsə, istifadəçi bilməlidir ki, orada nə şəkli var idi. Və bunu da biz yəni alternativ atributu ilə yazırıq. İndi burada mən nə edirəm? Şəklim yerini dəyişdiyimə görə fayl olaraq. Burada artıq deməli slash qoyuruq və image faylına keçirik və image-in içərisindən keçdikdən sonra artıq bizim şəklimizi tapa bilirik. Görürsünüz, şəkil açılır. Digər bir yol nədir? Digər bir yol isə dediyim kimi copy relative pass edirsiniz və onu bura Ctrl-V ilə yapışdırırıq və şəklimiz yenə də açılır. Bu bizim image şəkil təqimizdir. Təbii ki, tək şəkillər yox, video. Bir də mən sizə bir dənə də şəkil təqi açım. Deməli, bu bizim fayl daxili köçürmə zamanı istifadə elədiyimiz halıdır. Bir dənə də mən göstərəcəm ki, başqa yerdən, brauzerdən necə götürün. Ona fikir verməyin. Deməli, məsələn, bu şəklin copy image adres. Copy image adresi kopyalayırıq. Bəzi şəkillərə brauzer icazə vermir, amma bəzilərinə icazə verir ki, sən get onu kopyalayıb öz faylında istifadə edə biləsən. Görək açılırmı şəklimiz. Baxın, Deməli, biz nə öyrəndik? Birincisi, faylı biz şəkil olaraq yükləyirik. O daha təhlükəsizdir. Çünki sizin faylınızda, folderinizdə olacaq deyə ona görə oradan çəkilməyi də rahatdır şəkilin. Yəni, nə vaxtsa hardasa bu şəkil itsə brauzerdə, sizin folderinizdə qaldığına görə o sizin yazdığınız web səhifədən itməyəcək. Bu biraz təhlükəlidir, bu yol. Hansı ki, biz nə etdik? Şəklin üzərinə gəldik və orada copy image adres hissəsi var. Onu klik edəndə artıq gedib biz source hissəsinə həmin adresi yapışdırırıq. Məsəl üçün, bir dənə də image təqi yazacaq. Ən təhlükəsiz yolu nədir? Ümumiyyətlə işləyəndə ya çalışın, bir dənə həmişə şəkil folderi açın, bir papqabız olsun, şəkillərin hamısı onun içərisində yığılsın və bu şəkillərimizi istifadə edə biləsiniz. BMW Car 1, buna 1 yazaq. Alt hissəni də diqqətli yazmağa çalışmalıyıq. Deməli, burada da üçüncü. Deməli, biz birinci nə etdik? İlk yol hansıydı? Şəkli yüklədik öz kompüterimiza. Hansı fayla işləyiriksə həmin fayla. İkinci yol isə copy image adresinə source hissəsinə şəklin linkini yapışdırdıq. Bu bizim şəkil təqimiz. Növbəti keçirik. Deməli, növbəti video. Təbii ki, şəkil varsa video da olacaq. Video bu kontroldur, bu hissəsi idarə etmək üçün. Və videonun içərisində şəkildə elə bil ki, biz təqi içərisində yazdıq. Amma videoda isə video təqlərinin arasında bir dənə yazırıq source təqi. Source-un içərisində artıq SRC ilə biz məsələn videonun .mp4 olsun. Hər hansı bir videonu bura yükləyirik. Bu bizim videomuzdur. Audionu da göstərim, ondan sonra davam edelim. Audioda video məntiqindən gedir. Controls. Burada da yenə source.
Buraya. Source music mp3 yazaq buna. Music.mp3. Burada artıq biz həmin mahnını, məsələn, görüm burada mahnı var mı, nəysə, sürüşdürə bilmədim. Məntiq olaraq. Baxın, burada videodur. Bu video hissəmizdə. Yəni, bizim videomuz olsa, artıq biz onu buradan idarə edə biləcəyik. Videonu da şəkil kimi artıq biz folderimize yükləməliyik. Məndə sadəcə yox, bu dəqiqə video mini yoxdur. Bu da audio hissəmizdə. Bu kontrolları browser özü verir bizə, yəni dayandır, dayandırma, onları da idarə edə bilirik biz buradan. Bu bizim video şəkil. Daha sonra keçirik təbii ki naviqasiya, link. A təqimiz var idi. A təqi bizə keçid eləmək istədiyimiz ünvanlara getmək üçün lazımdır. Hansı ki, A təqinin də özünün bir dənə atributu var. Href deyilir, yəni hyperreferans. Sən hardan referans almırsan, hansı səhifəyə getmək istəyirsən məntiqi ilə. Məsələn, burada google.com olsun. Google'a keçid et. Düz yazdıq mı? Cannot get, təbii ki. Deməli, burada Google'u tapaq. Səhifəsi ola bilərdi. Məsələn, keçək bura. Kontakt.az. Gətirib yazırıq bura. HTTP hissəsini yazmamışdıq deyə keçid eləməmişdi. HTTP kontakt az yazanda artıq burada Google'a yox, kontakta keçəcək səhifəmiz. Deməli, bunu deyəcək. Kontakta keç. Artıq burada keçid eləyəndə bizə həmin səhifədə kontakt azı açmış olur. Əgər biz istəyiriksə, məsəl üçün, fərqli səhifədə, fərqli təbdə açılsın bu yeni açacağımız hissə. Onun fərqli atributları var, hansı ki, mən indi göstərəcəm. Deməli, target blank verəcəyik ona biz. Burada target yazanda, target hədəf hissə, blank, parent, self, top. Bunlar istifadə olunmur, ən çox target blank istifadə olunur. Yəni ki, mən olduğum səhifədə yox, onu sən başqa bir səhifədə açmalısan. Məsələn, indi mən keçid edirəm. Buradan diqqətə, kontaktı silim ki. Mən keçid eləyəndə artıq bu digər səhifədə açılmış olur. Digər təbdə açılmış olur. Target blank. Böyle. Bu bizim target blank hissəmizdir. Okay. Linklər tək, yəni səhifədən başqa bir sayta, səhifəyə keçmək üçün deyil. Biz gələcəkdə, məsəl üçün, öz səhifə daxilində də about hissədən kontakta keçmək, ya kontakt hissədən əsas səhifəyə, home səhifəsinə keçid eləmək. Bunların hamısını da A təqi vasitəsilə eləyəcəyik.
Sonra bizdə qalan təqlərdən. Deməli, təqlərdən nəyimiz var? Mən bir dənə cədvələ baxım. Adion dedik. B təqi. BR var. BR burada ara buraxır. Bunların içərisində qoyun. Burada gördünüz, bayaq yanındaydı audio hissəsi. Mən BR yazdım və o ara buraxdı, aşağı saldı. Neçə dənə BR yazsam, o qədər sətir ara buraxacaq. Bir dəqiqə mən gəlim. Yeməğimizi yemişik. Qapım bağlı. Yəni, üzr iftarımı açmamışam mən. Bir dənə su içib davam edirəm. Açdansın müəllimə, mən də açmamışam, sizi dinləyirəm. Siz də açın, gəlin, rahat olaq. Onsuz bu ilk dərsdir, yəni hələ çox şeylər izah edəcəyik növbəti dərslərdə. Gəldim, izah edirəm. Deməli, bizim A təqimizi bildik, nə işə yarayır? Sonra bizim buton təqimiz olacaq. Bir hissəsini bugün izah edəcəm, bir hissəsini növbəti dərslərdə. Deməli, buton hər hansı bir düyməcikdir. Səhifədə bizə məsələn, üzərinə basanda nəsə bir funksionallıq eləsin deyə harasa yönləndirsin, hansı bir səhifəni açsın. Bu, ekranda görsənir məncə kiçik bir, Bu klik, məsələn, butonumuzdur, düyməmiz. Bu bizim buton təqimizdir. Əməli başı çox istifadə edəcəyik bunlardan. Sonra gəlir bizdə deməli, mən sizə izah edəcəm. Bunlar lazım deyil. Deməli, bizdə cədvəl. Cədvəl qururuq biz HTML vasitəsilə. Cədvəl təqlərinə nələr aiddir? Mən bir dənə indi cədvəl quracam. Onun üzərindən izah edəcəm. Table-dan başlayır. Table cədvəl deməkdir. Və table-ın içərisində TR olur. TR table row deməkdir. Yəni cədvəlin sətri. Bunun içərisində də bizim təbii ki, cədvəlimizin başlıqları olur. T, head, başlıqlar. Siz də açın, zəhmət olmasa, mən rahat ola bilim. Açmışam, narahat olmayın müəllimə, açmışam. Lap yaxşı. Dərsimiz biraz iftar vaxtına uyğundur. Yox. Deməli, burada biz nə yazırıq? Məsələn, başlıqlar. Ad olsun, yaş olsun. Yaş. Bu bizim cədvəlimizin başlıq hissəsidir. Və ikinci sətirdə də cədvəlimizin içərisində yazacaqlarımız olacaq. Təbii ki, orada TD. TD, Table Definition. Yəni, sətrin izahı içərisində nə yazmaq istəyirsinizsə onu. Hələ ki, 2 sətirlə yazaq. Məsəl üçün, bura yazaq adınızı. Neçə yaşınız var? 24 yaşım var hal-hazırda. Okey, əla. Deməli.
Burada balaca bir dənə cədvəlimiz oldu. Görürsüz? İndi niyə Görürəm balacadır? onu. Hə, niyə balacadır? Çünki biz hələ dizayn verməmişik də, ölçü verməmişik bunlara, ona görə balacadır. Deməli, bu başla cədvəlin baş hissəsidir. Bu isə içərisində olan məlumatlardır. Bu bizim table taglərimiz arasında yazılır. Onda mən backend üçün layihə yazanda özümə əziyyət vermişəm filan. Eləmi? Orada cədvəl yaratmaq üçün mən müəyyən bir kod strukturu yazmışdım böyük-böyük. HTML-də bu rahat imiş. Bəli, HTML-də rahatdır, bəli. Hə. Eee, Sizin final layihəniz necə olubdu? Nə üzərindən olubdu? Elə bil ki, internship management sistemidir də. Elə bil ki, layihənin əsas strukturu backenddə onu istəmişdilər. Kursda məsələn qeydiyyatdan keçənlər olsa, onun məlumatları export şəklində Excel formatında verilsin, və yaxud da Word formatında verilsin, WhatsApp linki yaratsın, Hı -hı. dataları, məlumatları götürüb rahat şəkildə səhifəyə çıxarda bilsin. Əla, möhtəşəm. Siz onun vizuallığını bəs necə eləmişdiniz? Vizual olaraq, görüntü. Em, Görünüş məndə tələb olunmamışdı front-end. Yəni demək olar ki, sadə adi bir ekran görsənirdi. Hə, əla. Amma məntiqi əladır. Hı. Deməli, cədvələ bir dənə də yazaq. Siz belə gedirsiniz, adınızdan istifadə. Hə, bu cədvəldir. Yəni cədvəli davamını gətirmək üçün sadəcə TR-lər daxilində yazacağımız məlumatları yazırıq kod üzərindən. Bu bizim sadə cədvəlimizdir. Sadə cədvəldir. Nəyə görə? Çünki bunun mürəkkəbləri də olacaq. Bu bizdə cədvəl təqləridir. Daha sonra bizdə form təqimiz var. Form hansı ki, o siz dediyiniz kimi tələbələr qeydiyyatdan keçirsə, yəni login register hissəsi, biz onları gələcəkdə form hissəsi ilə yazacağıq. Formda yenə öz adına uyğun form təqi arasında yazılır. Yəni bunun da cədvəl kimi müəyyən bir strukturu var. Digər təqlər görürsünüz ki, yəni tək işləyə bilir. Amma bunların hamısının özünün bir strukturu olur. Eləcə də forma. Formda biz tərkibinə daxildir input və label hissələr. Deməli, lap sadəsini yazacağım, çünki biz table və form təqlərinin ətraflı izahını növbəti dərsdə, yəni geniş bir task üzərindən eləyəcəyik. Deməli, inputun type olur həmişə. Hələlik biz, yenə deyirəm, text yazırıq. Yəni, içərisinə yazacağımız mətindir. Bunu bildiririk. Və bizdə bir dənə text area-mız olur. Text area nədir? Məsəl üçün, orada siz özünüz hər hansı bir mesaj yazmaq istəyirsinizsə, bir boşluq olur, yer açılır ki, biz ora, hətta bəzən ora limit də qoyurlar ki, bu qədər simvol olar, bu qədər xarakter yaza bilərsən. Bu text area-dır. Ondan sonra bizdə select hissəmiz olur. Formun içində nələrdən görə biliriksə onları yazıram. Select yəni seçim eləməkdir və təbii ki, onun içərisində də option, seçim hissələri olur. Buna yazaq elə seçim. Və bizdə bir dənə də təbii ki, hər bir butonu, yəni formu təsdiqləyən bir butonumuz olur bizdə. Bunu da butonla buton təqi arasında göndər. Bunu indi mən login register kimi yazmadım. Əslində burada orada ad, soyad, e-mail əlavə elə belə hissələr də olur formda. İndi buna baxaq hələ ki, o birisiləri də deyəcəm. UI hissəsinə baxaq. Deməli, bu bizim input hissəmizdir.
Butonu düz... Bir dakika. Buton select gönder. Şimdi bax. Bu bizim input hissəmizdir. Bura nələrsə yazırıq. Bu text area hissəsidir. Hansı ki, text area'da biz mesajı yazırıq. Və bizdə deyim. Bir də ki, elə buradan deyim, inspect bilməliyik. Yəni biz əgər artıq front-enddə getmişiksə, bütün səhifələrin source kodlarına baxa bilməliyik. Onu da necə baxırsınız? Deməli, yazdığımız koddan sol tərəfi, sağ tərəfi daha doğrusu, sağ tərəfi üzr istəyirəm. Klik eləyəndə inspect hissə gəlir. Inspect hissədə biz hələ ki görürsüz bu elementlər var. Və bizim yazdığımız kodların hamısını biz bir-bir burada oxuya bilirik. Nə hansıdırsa. Və üzərinə gəldikcə də mənim web səhifəmdə həmin hissələrin göstərir mənə. Və özüm xüsusilə hansısa bir hissəni seçib tapmaq istəyirəmsə, onda burada oxu işarəsi var. Onun üzərinə klik edərək həmin üzərinə gəldikdə mənə həmin yeri göstərir və içindəki mətn də burdandır. Yəni biz inspectə baxacağıq bu hissədən. Sadəcə yox, mən buranı niyə açdım? Burada bizim form təqimiz var. Deməli, text area sintaksisdə deməli, text area bunu ən yaxşı bir şeydən yazaq. Deməli, bir dənə label da yazdım mən. Düzəldəcəm. Label yazırıq. Label, məsələn, for ad üçün. Bunun içərisində ad yazaq. O bilsin ki, addır. Type text'i ID ad olsun. Bunları izah edəcəm hamısını. Name ad olsun. Bir də həmişə formlarda belə bir required hissə olur. Yəni mütləq doldurulmalıdır həmin hissə. Bu hissədir. Ondan sonra deməli biz yazırıq. Text area'nı daha səliqəli yazaq burada. Bir dənə label bildirir ki, bayaq bizdə biz yazanda görmədik. Sadəcə bir boşluq var idi və ora adımızı yaza bilirdik. Amma biz yuxarısına artıq mən ad yazdım ki, user bilsin ki, bu nə üçündür. Burada for mesaj mesajımız daha yaxşı yazmağa çalışırıq. Və burada text area ID o mesajı bu mesajla əlaqələndirməliyik ki, o bilsin ki, hansına nəyə aiddir. Ona görə hamısının içərisində mesaj olaraq yazırıq. Bu bizim deməli text area'mız. İndi keçirik select hissəsinə. Deməli, select elə bir ki, bizdə siyahı kimi verir, drop-down kimi. Məsələn, burada mən yazıram ki, bir dənə də label yazaq, label. Ay, Məsələn, burada şəhər adı olsun. Biz şəhərləri seçəcəyik də. Şəhər seçin.
Və select'in ID-sinə də yenə bunlar biraz yəni yazdıqca öyrəniləcək proseslərdir. Yəni narahat olmayın. Sizə çətin gəlməsin. Name, bu da şəhər. Və optionları artıraq. Seçək Bakı. Bu bizim seçim listəmizdə. Və təbii ki, bizim bir dənə butonumuz var. İndi gedək UI hissəmizə baxaq. Niyə belə problem? Şimdi dəqiqə. Text area. Textləri yəni ayrıca göstərərəm. Bunlara da deməli arasına beri yazaq ki, səliqəli olsun. Hələ ki beri ilə qoyuruq, sonra artıq beriyə ehtiyac olmayacaq. Alt Shift F bilərsiniz yəqin ki, kodu səliqəyə salmaq üçün. Bəli, müəllimə bilirəm, Alt Shift F. Hə. Deməli, bu bizim ad hissəmizdir. Burada adımızı yazacağıq. Buradan artıq option olaraq görürsünüz, şəhərləri seçə bilirik. Yəni, belə bir seçim eləmək olur. Və seçim elədikdən sonra bu dəyişir. Təbii ki, hansını seçirsə. Və göndər butonumuz olur və göndərəndə bu artıq avtomatik göndərir. Sadəcə olaraq biz gələcəkdə bu məlumat hara göndərilməlidir, yəni nə ilə əlaqələndirməlidir, onu artıq növbəti dərslərdə, yəni irəliləyən tasklarda işləyəcəyik. Bu bizim form hissəmizdir. Sonra mən sizə başqa təqlərdən, deməli, buradakı select təqlərin hamısı dedim, select seçmək üçün option variantlardır. Buton bizdə düyməmizdir ki, təsdiqləyə bilək. Və sizə başqa bir Wait School-u yəqin ki, bilirsiniz, böyük ehtimal. HTML tutorial. Yəni, dərslərinizdə mənim sizə tək bir məsləhətim odur ki, tək yəni rekorda baxaraq onsuz da şey olmayacaq. Siz çalışıb, təbii ki, proqramlaşdırmanın əsas sizi irəli aparan proses nədir? Araşdırmaqdır. Araşdırıb həmin mövzunu daha da özünüz irəliləşdirməlisiniz elə bil ki. Və ilkin başlanğıc olaraq mən bunu məsləhət görərəm ki, ingilis diliniz yaxşıdır. Bəli, ingilis belə bir səviyyədir məndə. Buyurun. Əla, super onda. Ona görə onda sizə vəbşə ümumiyyətlə rahat olacaq, super olacaq. Və çalışın digər mənbələrdən. İlkin hallarda Wait School kifayətdir. Siz buradan yəni daha ətraflı məlumatlar ala bilərsiniz. Hətta bunu məncə istifadə eləmişsiniz. Məsələn, burada sizin kodunuzu necə run edəndə hansı nəticə göstərəcək, onları da göstərir Wait School-da. Baxın, burada H1 təqidir. Bu bizim H1-imizdir. Yəni, yenə dediyim kimi, təqlər UI-da görsənmir. Sadəcə olaraq onların içərisində olan kontentləri biz görürük. Yəni, HTML-in məntiqi odur. Burada bütün həm
təq arasında. Mən bu gün çox istifadə olunan təqlərdən izah elədim. Növbəti dərsdə qarşımıza hansı təqlər çıxacaqsa, nələri istifadə etməliyiksə, onları da deyəcəyik. Burada məsələn HTML elementidir. HTML elementi nə idi? Təqlər və onun arasında olan content. Bəli. Bugünlük dərsimizin izahı, giriş hissə bu qədər. Anlaşılmayan, aydın olmayan sualınız varmı? Hələ ki aydın olmayan bir şey yoxdur. Aydındır. Əla. Çox gözəl. Onda növbəti dərsimiz inşallah 4-cü gün. Bəli, bəli. Saat İstəsəz, yəni bu gün də əgər sizə uyğundursa, məsələn, iftara görə 19:00-a çəkə bilərsiniz vaxtı. iftara görə mənim əslində indi 8-də də bir dənə dərsim var başqa tələbəyə. Yəni Hə, sizdən bitirib anladım. ona keçirəm. Hə. Ona görə Başa çox düşdüm, sağ başa olun düşdüm. təklifiniz üçün. Hə. Onu indi Ramazan bayramı ərəfəsində necəsə yoluna qoyarıq. İnşallah, inşallah müəllimə. İnşallah. Xoş oldu sizi tanımaq. İnşallah buradan da daha böyük uğurla çıxarsınız. Bəkətdən çıxdığımız kimi. İnşallah. İnşallah müəllimə, inşallah. İnşallah. Rekordu da mən göndərəcəm Musa bəyə. O qrupa atacaq. Oldu. Oldu. Çox sağ olun müəllimə. Siz sağ olun. Xoş oldu. Sağ olun. Sağ ol.